Naxçıvan Muxtar Respublikasının nazirlikləri, dövlət komitələri və digər aidiyyatı qurumların rəhbər və məsul şəxslərinin iştirak etdiyi tədbir ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin yad edilməsi, dövlət himninin səsləndirilməsi ilə başlayıb. Bayram tədbirində Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək uşaqları bayram münasibəti ilə təbrik edib, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan bəhs edib. Qeyd olunub ki, bu cür tədbirlərin əsas məqsədi uşaqlara sevinc bəxş etmək, onların bayram əhval-ruhiyyəsini yüksəltmək və cəmiyyətin diqqətini onlara yönəltməkdir. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində bayram şənlikləri təşkil edir. Naxçıvan Muxtar Respublikasında keçirilən bu tədbir də həmin silsilə bayram proqramlarının tərkib hissəsidir. Tədbir çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Muxtar Respublikada yaşayan sosial qayğıya ehtiyacı olan 300 uşağa yeni il hədiyyələri təqdim olunub. Daha sonra Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının hazırladığı Sehirli Xurcun adlı yeni il tamaşası nümayiş etdirilib.